uşaqlar, ideal qazın haltenli bölməsinə baxaq. Deməli deyir ki, sabit təzyiqlə ideal qazın bir halından iki halına keçməsi üçün onun kütləsini necə dəyişmək lazımdır? Sabit təzyiqlə dediyi üçün əvvəlcə yazarıq P bərabərdir konstant. Şəklə baxsaq görərik ki, bir halından iki halına keçir. Deməli şəkildən görürük ki, T konstantdır. T dəyişmir ki, dəyişən yalnız V-dir. Deməli yazarıq T konstant. T konstant. Biz də ideal qazın haltenli üstünlüyü yazsaq P bərabərdir M bölü M R-dir. Deməli bu ifadədə şərtdən deyir P konstant, T konstant, M ilə R sabitdir. Baxırıq ki, V M ilə necə asılıdır? Düz asılıdır. Yəni yaza bilərik ki, V1-in V2-yə nisbəti bərabərdir M1-in M2-yə nisbəti. Çünki V bərabər M qaldı da, digərləri sabitdir. Deməli birinci halda bizim həcmimiz 5, ikinci halda həcmimiz 15'dir. İndi yerinə yazaq. 5 bölək 15 bərabərdir M1 bölək M2. Buradan ixtisarlarımızı aparsaq bu şəkildə qalır. Yəni M2 bərabərdir kənar hədlər asili, orta hədlər asili. M2 bərabərdir 3 M1. M2 bərabərdir 3 M1 aldığına görə 3 dəfə artar. İkinci məsələmizə baxaq. Deməli sabit həcmdə deyir, yenə V bərabərdir konstant. Şəklə baxaraq görürük ki, bir halından iki halına keçəndə temperaturumuz dəyişməyib, yenə yazaq T konstant. Bayaq dediyimiz kimi eyni bu düstura görə yazırıq P bərabərdir M bölü M R-dir. Sabit həcmdə dediyi üçün V konstant, T konstant. Deməli M ilə M sabit kəmiyyətlərdir. Onda P bərabərdir M qalır yerdə. Yəni P1-in P2-yə nisbəti bərabərdir M1-in M2-yə nisbəti kimi yazaq. Deməli P1-imiz əvvəlcə baxırıq 20-dir, P2-miz də 10. Əvvəl 200 hesabla 200, sonra olub 100. Deməli onda M1-in M2-yə nisbəti. Buradan ixtisarlarımızı aparsaq, alırıq ki, M1 bərabərdir 2 M2. M1 2 M2 aldığına görə 2 dəfə azalma sayılır.